Həyatım 6 ildə alt üst oldu. Siz bir dəfə tutulmusunuz? Yox. 2 dəfə? Neçə dəfə? 8 dəfə. 8 dəfə tutulmusunuz. Narkotik sonra çoxsu narkotik olub. Narkotik olub, silah olub, bir də birinci dəfə Əgər xanımı o barədə istəmirəm danışmaq. Öz ananız sizi dünyaya gətirib və sizə baxmayıb. Sizə atıb çıxıb gedib, indiyə qədər də xəbəriniz yoxdur ananızdan. Amma sizə sahib çıxan o qadını, Həcər xanımı, Maestro Niyazinin həyat yoldaşını, Maestro Niyazi dünyası dəyişəndən sonra öldürmüşsünüz. İtələdim, o da yıxıldı keçin. Eşitdiyimə görə Maestro'nun həmişə barmağında brilliant üzüyü olurdu. Onu satmısınız. Sonra ona hədiyyə olunan qızıl çubuğu satmısınız narkotika görə. Naxələf övlad çıxmısınız. Yəni sözümdən inciməyin. Düz deyirsən. Azərbaycan bəstəkarı, Azərbaycan dirijoru, məşhur Maestro Niyazi. Həyat yoldaşı Həcər xanımdan tanış olub və çox çətinliklə ailə həyatı qurublar. Maestro Niyazinin oğulluğa götürdüyü Ceyhun bəy neçə gündür şirkətə gəlib Baku TV-yə, çox çarəsizdir, vəziyyəti ağırdır. Ceyhun bəy, yenə də qeyd edirəm, Maestro Niyazinin oğulluğu olub, oktyabr ayının 10-unda həbsxanadan buraxılıb. Düzdür? Neçə il idi həbsxanadaydınız? 2 il 6 ay. Silah. Neynəmişsiniz silahını? Silahla tutulmuşdum. Silah hardan gətirmişdiniz? Tapmışdım. Maestro'nun oğulluğu olmusunuz. Öz valideynlərinizi tanıyırsınız? Kim olub valideynləriniz? Yox. Məni götürən adam var, Həcər xanımın qardaşı oğlu idi. Aha. Mən də 2 evin bir uşağı oldum. O mənə evladlığa götürən həmən doğum evində baş həkim işləyən qadındır, öz həyat yoldaşı ilə. O həyat yoldaşı da Həcər xanımın qardaşı oğlu idi. Deməli baş həkim sizi götürüb onlara vermək üçün Maestro'ya. Özləri üçün götürdü, sonra belə oldu ki, hələ 2 ailə belə. Bunlara baba dedim, bunlara ata dedim, belə şeylər. Onda siz dünyaya gələndə də yeni doğulmuş körpə idi sizi götürüblər, düzdür? Bəli, bəli. Gününüz necə keçirdi ailədə? Çox belə möcüzəli həyat idi. Məsələn. Həyatın hər günü yeni bir nağıl idi. Dünyanın ən görkəmli adamları, ən hörmətli adamları, ən hörmətli yerlər, ən hörmətli sözlər. Hamı gəlib gedirdi Maestro gilə və siz də görürdünüz. Şəriəti gəlib gedirdi. Raykindən tutmuş, belki kimi deyim sizə, Xrenikov, Kavalevski, Qara Qarayev, Fikrət Əmirov, İmran Qasımov, Süleyman Rüstəm, Mirzə İbrahimov, hamısını görmüşəm. Mən yox söz deyilmim. Mən ürəyimlə istəyib onu eləmişəm, əmmişim. Mən ərkön böyüdüblər məni. Mən heç baxarıq, yox, olmaz söz deyilmir mənə. Mənim şəxsi fotoqrafım olub. Mən hər həftə apardılar, məni kaçır götürürdülər. Mən bulvarda kaçır sürürdüm. Mən 14 yaşından öz maşınım, hər bir şəraitim olub mənim. Hamısı Maestro'nun hesabına. Bəli, əlbəttə. Sizin nəyə ehtiyacınız var idi ki, üzr istəyirəm, narkotik alüdəçisi oldunuz? O vaxt Maestro biləndə o birinci kəlmə o oldu ki, mənim düşmənlərim məndən həyib çıxa bilmədilər, səndən çıxdılar. Maestro dedi. Belə bir söz işlədi. Bəs necə oldu, üzr istəyirəm, qurşandınız narkotika? Nə uşaqlıq idi. Heç nəyə ehtiyacı olmayan bir adam. Görmüşdüm, nətər eləyirlər, nətər çəkirlər, vururlar. Belə maraqlı oldum. Maestro necə bildi bunu? Maestro belə qonşular, işçilər bilirdi. Maestro qorxutdular, bir ki, bu çox ağır xəstədir, bunu Moskvaya Sevski adlı instituta lazımdır. SSR-in institutuna da anam dedi, siz öz burada bir kabinetdə oturacaqsınız. Mən Bakı, Moskva bunu abed aparıb gətirə bilməyəcəm. Bu hələ burada bizim öz həkimlərimiz var, qoymadı. Öz ananız sizi dünyaya gətirib və sizə baxmayıb. Sizə atıb çıxıb gedib, indiyə qədər də xəbəriniz yoxdur ananızdan. Amma sizə sahib çıxan o qadını, Həcər xanımı, Maestro Niyazinin həyat yoldaşını, Maestro Niyazi dünyası dəyişəndən sonra öldürmüşsünüz. Düzdür? Mən öldürmək fikrim olmadı. Hətta pul istəmişsiniz, verməyib. Pul da istəməm. Bəs nə? Mənim hər şeyim olub, həmən dağa mənim hər şeyim olub. Bəs nəyə görə elədiniz?
Prosta o müəyyən şey gördü məndə. Nə? Mən narkotik qəbul edən vaxtı girdi otağa gördü. O da gördüm geri yığmaq istəyir. Mən də telefonu almaq istəyirdim, onu vermirdi. Mən də onu itələdim. İtələdim, o da yıxıldı keçin. Eşitdiyimə görə maestronun həmişə barmağında brilliant üzüyü olurdu. Onu satmısınız. Sonra ona hədiyyə olunan qızıl çubuğu satmısınız narkotika görə. Onlar düzdür? Qızıl Çubuq Tarix Muzeyindədir Azərbaycanın. Onlar yanlışdır. Amma düşünürsünüz ki, onlara o ailəyə pislik elədiniz. Ailə sizi götürüb saxlamışdı da Ceyhun bəy. Yəni ki, mən biabır elədim də. Onları da özüm də rüsvay oldum. Peşmansınız elədiyiniz o hərəkətlərə görə. Əlbəttə hər şeyə peşmanam. Hər şeyə peşmanam. Hər şeyə. Hər şeyə peşmanam. Baxın, bu ailə sizə baxmışdı da. Bu ailə həyatınızdan çıxandan sonra həyatınız necə dəyişdi? Həyatım 6 ildə alt üst oldu. Ümumi olaraq nə qədər cəza çəkmisiniz? 34 il, 34-cü neçə yaşınız var? 58. 58 ilin 34 ilini cəza çəkmə müəssisəsində olmusunuz. Dəhşət. Yəni indi bu adam özü küçələrdə qalıb. Küçələrdə. Sığınacağı yerləşdirmək istəyirəm, deyir mən istəmirəm. İstəyirsiniz, istəmirsiniz? Yox, istəmirəm. O neçə gündə ac qalır. Ac, susuz. Telefonu yoxdur. Acdı, susuzdu. Küçələrdə yaşayır. Cəza çəkmə müəssisəsindən çıxandan sonra, ayın ondan sonra siz belə həyat yaşayırsınız küçələrdə. 3-4 gün 5 manatlıq evlərdə qaldım. Bəs pulu hardan gətirirdiniz? Bir dəfə muzeyə getdim, oradan köməkli elədilər belə. Bir Amma ən başınız yaxşıdır, səliqəlidir. Türmədən çıxan paltarlarım, türmədən giyindiyim paltarlarım. Demək olar ki, 2 dənə ailəniz olub. 2 ailənizin ikisinə də ziyan vurmusunuz. Naxələf övlad çıxmısınız, yəni sözümdən inciməyin. Yəni adam belə möhtəşəm insanların yanında bilirsiniz necə ucalmalıydı. Niyə də niyə? Öz övladınız da yoxdur. Düzdür, yoxsa var? Ailə həyatı da qurmamısınız. Yəni ona oldu. Ailə qurmusunuz, ayrılmısınız. Övladınız da olmayıb. İndi qalmışsınız küçədə. Heç bir dəfə olsun göz yaşı axıtmısınız bu kişiyə. Bir dəfə olsun gedib məzarına, amma düz deyin mənə, gedib məzarını ziyarət eləmişsiniz bu kişinin. Axı o sizə çörək vermişdi. Axı o sizi böyütmüşdü. Valideyniniz sizə imtina edib o sizi böyütmüşdü. Bir dəfə olsa gedib məzarında dayanıb bu kişidən üzr istəmisiniz. Necə? Təmişə. Təmişə getmişəm. Necə müraciət edirdiniz ona? Ata deyirdiniz, nə? Baba deyirdiniz? Baba deyir. Həyat yoldaşından sevirdilər bir-birlərini? Çox. 51 il 2 gün bir yerdə yaşadılar. 51 il 2 gün. Vaxtı da bilirsin. İndi mən demirəm ki, mən yaxşı adamam, mənim günahlarım olmub. Mənim ən böyük günahım mən narkotika qovuşmağım olub. Bu kişi məni böyütsəydi, mən də dahi bir adam olmuşdum da. Vallahi. Bu düşmənlərini görmədin, o kobra kimi, o yaltaqlanan. Ay Ceyhun bəy, bu kişinin düşmənləri sizə deyib, bu kişinin arvadını öldürün. Yox, mən onu öldürməmişəm. Mən onu öldürməyə fikrim olmur, baxın, mən sizə əvvəlcədən dedim. Yaxşı, bu kişinin düşmənləri deyib ki, narkotik eləyin. Allah şeytanı əhlət eləsin. Öz uşaqlığım idi, öz səhvim idi. Mən sizə necə kömək edeyim, onu deyim. Bax, tamaşaçılar sizi görür, insanlar sizə necə kömək eləsinlər. Vallahi mənim imkan varsa, telefonum yoxdur, bir dənə mənim telefonum, bir də kirayə bir dənə ev tutum, belə normal heç olmaz. Hələlik sığınacaqda yaşayın da. İstəmirsiniz? Yox, xanım, çox sağ ol. Orada yeməyiniz olacaq, əyin başınız olacaq, istəmirsiniz? Yox, istəmirəm. Kömək eləyən kişi olub, əli açıq olub, maestro. Həmişə. Bir kamera sönəndə bir söhbət eləyək. Niyə, nə söhbətində eləyində? Yox, indi eləyə bilmirəm. Mənim həyatım bu kameradan ibarət deyə. Bildim də. Nə söhbət? Efirsiz. Efirsiz. Hə, yaxşı danışım vermərəm. Yox, çox sağ ol. İnanmır mənə. Yox. Ben bu dünyada o şey heç kimə inanmıram. And olsun Allah, heç kimə. Heç özümə inanmıram. Allah'tan başqa heç kimə. Da inanmarsınız da bu qədər işlər görmürsünüz. Niyə inanırsınız ki? Özünüzə inanmırsınız siz. Məsələ burasındadır. Özümə inanıram, özümə etibar eləmirəm. Ay, sağ özünüzə etibar eləmirsiniz. İnanıram, etibar eləmirəm əslində. Bir söz niyə görə? Mənə sabah mənə deyirlər ki, otur burada, mən şikəst əllərim ikisini də sındırıblar.
Allah'ın da olsun. Mən hərdən mən elə gəlir ki, mənə belə cəzalandırırlar moment düşən kimi müəyyən adamlara. Hələ bilmən uşaq bağçasını partlatmışam. Bütün uşaqlar da ölüb, millətin həyfi məndən çıxırlar. Siz özünüzə günah görməmisiniz? Siz də günahkarsınız da. Yəni bu boyda kişiyə bu qədər yəni pis çıxmısınız da buna ay Ceyhun bəy. Gəlin etiraf eləyin. Aslında deyəşəndə mən 17 yaşım vardı. Nə olsun ki? Bir dənə sizə əhvalat danışım. Maestr zəng elədi. Neynəsiz? Deyirəm heç zat. Deyir götürən öv gəl dalmışan gedi. Nə Həcər xanım? Ha. Gedi Moskva mehmanxanasına. Ağrıyəmə demişəm bir dənə stol açsın, gedi abed eləyir. Deyir, bilmir başlayacaq. Ben hemen dedim giyindi. Çıxdıq bir dənə taksi saxladıq, gəldik. Filarmoniyanın bu qəmbərliyində saxlatırdım taksini. O slujebni qapıdan girdi. Akası o da ala qapıları açdırıb gözləyir orada bizi. Girəndə mən qabaqda gedirəm, Həcər xanım dalımcan gəlir. Bir baxıyor Həcər xanıma deyir ki, siz hara gedirsiniz? Mən fırlandım belə baxdım dedim, o mənəndir. Müəssisə də qayıt dedi ki, oğlu örgəşib də hər yana hara gedir, ayaqla qapıları açma. Örgəşib. Amma indi mən vəbşi heç yana getmək istəmirəm. İndi sizcə qapılar elə üzünüzə açılar, harası getsəz? Bilmirəm. 90% açılmaz. 90% açılmaz. Heç bir zaman əlinizdən tutan insanların əlini buraxmayın. Görürsüz, deyir ki, o vaxt mənim üzümə deyir, qapılar taybatay açılır deyir, taybatay. Çünki onun əlini bu kişi tutmuşdu. İndi bu kişi rəhmətə getsəydi belə, indiki zamanda, yəni günahsız olsaydı bu kişi, onun oğulluğu, yenə də onun üzünə qapılar taybatay açılacaqdı. Yəni bu boyda haqqı hesablardan sonra insanlar da ondan üz döndərib. 3-cü mərtəbəyə hardasa bir 40 dəqiqə qalxırdı. O 3-4 addım atırdı, dayanırdı, nəfəsini dərirdi, qalxa bilmirdi. O özdə ölkə üzrə 3 dəfə ştanqa üzrə çempion olmuşdu. O idmançı idi, o xəstələndi, elədi. Üzr istəyirəm, imkanı yaxşı idi onun. İmkanı deyim ki, lap belə kereşur yaxşı yox, o sadə adam idi. Amma hörməti var idi. Amma sözü keçərli idi. Bir müsahibəsini oxumuşam Həcər xanımın, deyir ki, onun ayaqları su olurdu ayaqqabının içərisində və imkanımız aşağı idi da və belə-belə o xəstələndi, vərəm xəstəliyinə düçar oldu. Düzdür məsələdə o? Düzdür. Valla mən muzeyə gedirəm. Muzeyə gedəndə Maysra muzeyinə şifanyeri açıram, paltarlarını yiyirəm. Allah haqqı. Soruşa bilərsiniz. Allah. Paltarlarını yiyirəm. O mən həm atı olub, həm ana olub, həm dost olub, həm qardaş olub. Mən nə olur da ancaq onunla danışır. O birdən kimisi işdən çıxartsaydı, nazir də zəng eləsəydi, lap hardan zəng eləsinlər bir kəlmə deyilsə, mənim işimə qarışmır. O həmən adamı götürməzdi işə. Bir dənə mən ona nəsə deyəndə eləyirdi. Allah'ın olsun. Bir dənə mən dediyim qaytar onu işə. Vallahi çətin sözdür. Çətin sözdür. Ən böyük məsləhəti sizə nə olub? Ən böyük məsləhəti mənə eləyib ki, adımı biabır eləm. Amma Amma biabır elədim.